oyun insan hüquqları üzərində qurulub. Bu mənim insan hüquqlarına yazdığım maildir. Yusif prokurorluq qohum haqqında, hansı ki baş prokurorluqda havadarlığın cinayətini yetirmək istəyir. 102 xidmətinin müşkülüyünə rüşvət almağı barədə, 35-ci polis bölməsi barədə, hal-hazırda Mirqafar Seyidovun xüsusi xidmət orqanının təsiri təzyiqi nəticəsində mənim Azərpoçta verdiyim məktubların Daxili İşlər Naziri cənab Vilayət Eyvazova çatmır. Hər bir şey barədə məlumat vermişəm. Əsas məqamda bu Aydın Şəfxanlı var. Ombudsman idarəsində işləyən aparatda. Bu adam əsas nə edir? Özlərinə nə sərf edir, onu icraata salırlar. Özlərinə sərf edilmiş şahidlərimi icraata salmırlar. Çünki bu Aydın, bu korrupsiyanın şərəfsiz, bütün rüşvətin elə başında duran şəxs budur. Əgər ki Aydın Şəfxanlı olmasaydı, mən Azərpoçta da rahat məktubumu göndərərdim. Mən Vilayət Eyvazova da rahat məktubumu göndərərdim. Telegram vurardım Əbülfət Rızayevə. Bu korrupsiyanın başında duran Aydın Şəfxanlıdır. Və Aydın Şəfxanlıya rahat rüşvət almağına köməkli göstərən kimdir? Bizim baş prokurorluğun əməkdaşı. Hansı ki oturub baş prokurorluqda özünə sərf edənləri göndərir Daxili İşlər Nazirliyinə. Öz adı hallanırsa, Mirqafarın adı hallanırsa, baş prokurorluqda cinayət işi qaldırmır amma. Özünün bu cinayətkar dəstəyə, qrupirovkaya olan, necə deyərlər ki, havadarlığını, himayədarlığını gizlətməyə çalışır. Həmin bu Yusif, daha öncələrdə adını qeyd edədiyim kimi, bu Yusifin də əlaqə nömrəsini göstərirəm sizə. İndi bunu göndərək, Aydın Şəfxanlı barədə. Heç bir tədbir görülməyəcək Aydınla bağlı. Heç bir tədbir görülən deyil. İndi zənglərə baxaq. Mən buna zəng eləmişəm. 916-dır onların əlaqə nömrəsi. Deməli, zəng eləmişim Xubuzov. 23 apreldə 16:34-də. Məsələ də bundan ibarətdir ki, orada xanım da bu xüsusi xidmət orqanında əyləşən üzləniraq var. Gənc oğlanların, necə deyərlər, cinsi orqanına gözü düşmüş bir üzləniraq. Özü də Vahabidir. Bu adam şizofrendir, psixopatdır bu. Dövlət xəstədir. Yəni buna mən başqa tapa bilmirəm. Təxribatçı xəstə. Bu belə bir güya hamıya söz deyib ki, rüşvət məbləği yoxdursa, deməli rüşvət yoxdur. Bu uşaq aldatmaq deməkdir. İlana zəhər verən kərtənkələ kimdir? Prokurorluğun əməkdaşı. Həmən bir daha qeyd edirəm. Yusifin, bu Yusif adında şərəfsizin, alça Alfonsun, bu adamdır. 772, 72, 73. Bu Alfons həyatı yaşayan, prokurorun pozğun basını almaqla özünü kişi hesab edən bu Alfonsun prokuror adamına güvənirlər prokuraturada. Xüsusi xidmətin də bundan xəbəri var. Çox gözəl də xəbəri var. Məni bütün hüquqlarımdan məhrum ediblər. Bütün hüquqlarımdan. Hamısı eləyən kimdir? Bu Yusifin, Alfonsun, pozğun basının. Küçədə qalmış həyat bir Yusifin həyat yoldaşı var, pozğun. Bunun həyat yoldaşının prokuror qardaşı, baş prokurorluqda. Hansı ki dövlət təhqiq xidmətinə o da rüşvət vermişdi. Xətaydə. Bütün hüquqlarımdan məhrum olmuşam. Heç kim heç bir tədbir görmür.